Sizin adınızı hamı pise çəkir. Və ayıbınıza gəlmir, utanmırsınız. Yoldaş Əliyev. Əşi utanmırsın, nə yoldaş Əliyev? Mən sizə eşitmək istəmirəm. İnsafınız yox, namusunuz yox, qeyrətiniz yox. Füzuli necə hakim görməmişik, Cəbrayıl necə hakim görməmişik. Utanmırsınız, ayıbınıza gəlmir. Əşi ayıbına gəlmirsən, utanmırsan. Ne meseledir bir daha bir göster. Əşi nə məsələ? Ne lazım hamsi olunur? Ha nə məsələ bunlar sənin üzün görmürlər? Niyə bu kişinin adını hamı çəkir, sənin üzün görmürlər? Səni bura nə təyin eləmişəm mən? Ayıp olsun sənə. Utanmazlar. Mən həyatım boyu həmişə vəzifəsindən suistifadə edən, başqasının malını benimseyen, cinayət yolu ilə özünə sərvət toplayan adamlara nifrət etmişəm. Həmişə onlarla mübarizə aparmışam. Həmişə mənəvi saflığımı qorumuşam və mənəvi saflıq uğrunda mübarizə aparmışam. Qaçqın malına, köçkün malına, humanitar yardıma əl uzadan adamın əl kəsilməlidir.